291-ci bölüm bu səfər 5,5 min. Tamı başa bıraxaq 5.000 üçün video çəkirik. 5.000 bəyənmək üçün video çəkirik. 5.000 yoxsa 5.000 nə qədər idi? Bir dəqiqə televizorun YouTube'undan bir həmən baxım. Gəldim. Üzrü sayın 6.000 bəyənimiz varmış. 6.000. Mən video artıq saat neçədə çəkirəm? Mən səhər saat 9'da baxmışdım ən son. 5,8 idi, belə 7 idi, belə bir şeydi. Hal-hazırda saatımız 15:48'dir. Və də 6.000 bəyənimiz olub. Hər birinizə təşəkkürlərimi bildirirəm. 6.000 bəyəni üçün videoyu yollara baxaq, kartlara baxaq. Nə kartlar görəyimiz var? Jack Grealish, Bernardo Silva, Alfonso Davies, Vinicius Junior, Reina, Rüdiger, Federico Cessi, Ansu Fati, Federico Cessi, Wonderkid, Reina, Anthony, Di Maria, Kai Havertz, Thomas Müller, Aquarius, Georgian Wijnaldum, Ricky De Jong, Matt Delight, Sergio Gnabry, Marco Reus, Gnabry, Camavinga. Camavinga harda oynayır Real Madrid'de. Oliver Giroud, Paul Pogba, Frankie de Jong. Onu mən bir dənə nə olur xahiş eləmək. Sizə bir dəfə yazın da, şərh yazın da. Camavinga harda oynayır? Saydığım futbolçuları göstərim belə yaxından. Bilməm odaqlayır ya yox. Yəqin ki odaqlayır. Neysə. Bax belə göstərirəm. Eyni kartlardan var deyə tezcə verin. Gnabry məsəl üçün. Burada bir dənə Gnabry var. Burada bir kartın eynisindən yenə də var idi. Yoxdur. Ayağı var imiş. Məndə bol. Yox. Ayağı var imiş. 2 dənə Marco Reus. Yox, bir dənə kartdan 2 dənə olmalıydı. Onu axtarım. Var da deyirəm. Reina. Həm belə Federico Cessi'nin kartları var. Həm də ki burada 2 dənə Reina'nın kartı var. Neysə bu da belə deyim. Təklif kartlarımız. Bunlar 2022'nin Dünya Kupasına aitdir. Amma bunlarda 2022 yox, 2023-cü il yazılıb. Niyə? 2023'de Dünya Kupası var ki, 2023'de şey var idi. Amma Qatar düzdür adı ilə gəlib, amma 2023-cü bax bu kartlarda Qarabağın bir futbolçusu vardı. Filip Ozovic tanıyanlar varsa, indi də Neftçidə 2023-2024'də 24-25'lərə Neftçidə oynadı. Keçən həftə Neftçidən ayrıldı həmin o futbolçu. Filip Ozovic'in kartı vardı. Ne Musa'nın kartı var, Ramil Şeydayev'in kartı var, Emin Mahmudov'un kartı var. Düzdür onlar satda oynanmır, yəni Qarabağda. Tək bir dənə yox, Ramil'in və Musa'nın Qarabağda oynayan kartlar var. Umtiti, Braziliya millisində burada Neymar'ı, Thiago Silva'nı görürəm. O birisi qardaşlarım. O tərəfə baxır deyə. Romelu Lukaku. 2 dənə Courtois. Yenə Chelsea. Of. Mənim bir nömrəm. David De Gea. Mən bu bir nömrə qapısı tapsam qələbə qoyacam. Şey eləyəcəyik. Kellini. Bayaq şey tapdım mən burada Courtois. Courtois'u da qoyaq bura. Sonunda şey eləyəcəm o. Kimmich. Trippier. Commander. Van Dijk. Keane. Çalbah da kimdir? Mənim Keane. Bu qaqaşın adına Curtis Jones Fot Yerenders. Çalbah. İngiltərə millisində Raheem Sterling, Phil Foden, Harry Kane. Bax belə kartı var. Konar, Galker, Phil Foden, Quadi, yenə Phil Foden. Bax belə də dörtlü bir kart. Cellini,
Çellini də karyerasını bir kere səhv etmirəmsə 2023-də bitirib. Bayaq göstərdiyim kartlar arasında gördük. Xorvatiya millisi var burada. Ivan Perisic, Matej Kovacic, Luka Modric. Luka Modric Milana transfer olub. Ferran Torres en çok sevdiğim Barcelona'nın en efsanesidir bu. Sergio Busquets. Belki de Busquets ve Jordi Alba təkrarən məsəl üçün Isco necə təkrarən milliyə dəvət olundusa, bəlkə də o da dəvət oluna bilər. Manuel Neuer hemen qapıda tapdıq qırağa. Serbiya millisi və Uruguay millisi var. Edinson Cavani, Luis Suarez. Serbiyadan isə tam tanımıram Serbiya millilərin. Bax belə. İspanya'da Busquets görən, Ferran Torres'i görürük. Yeniden İspanya millisi var. Yine İspanya millisi var. Xorvatiya millisi eynisinə görə burada kim var? Wijnaldum var. Memphis Depay var. Niderland. 5 tane. 1, 2, 4. Eyni kartlardan 5 tane. Portugalya millisini görürük. Bernardo Silva'nı bir tane tanıştı. 3 tane, 4 tane. Böyle göstereceğim. Bu kartlar düzdür. Normalde belədir ama şeydir. Bir de bu kartın arkasını sizlere hemen göstermek istedim. Arkasında səhv etmirəmsə Jan Oblak, Memphis Depay, Thomas Müller, Harry Kane, Messi, Romelu Lukaku, Busquets, Mbappe ve Neymar şəkli var. Nə əcəbsə Ronaldo'nun şəkli də yoxdur. Serindən Serbiya millilərin görürük. Fransa millisindən Paul Pogba, Anthony Griezmann, Karim Benzema ve Mbappe'ni gördük. Meksika'da, yok pardon, İran millisinde var. Solomon'un şekli var ve kapısı da var. Japonya, Polşa'da var. Szczesny ve Lewandowski. Yeni insi. Bu sefer başka bir versiyayla Polşa millisinin kartı var. Lewandowski ve Szczesny'den başka da tamam. Ve Szymanski var. Fener'de oynayan, onu tanıyırıq. Meksika. Yeniden Fransa var. Tez keçək. 7. dəqiqə daxil olmuşuq. İngiltərə milliləri var. Switzerland, Argentina millisi var. Bax belə. Angel Di Maria, Emmanuel Martinez, Messi, Nicolas Otamendi ve Rodrigo De Paul'un kartını görüyor. Angel Di Maria, Rodrigo Martinez. Bax belə. Mütləqlərdə də qəşəng kartlarımız var əlimizdə. Davam edək. Dries Mertens, Alderweireld, Isco, Jorgensen, Delaney, Alex Witsel, Memphis Depay, Ake, Vilhena, Wijnaldum, Van Dijk, Vida, Ante Rebic, Kramaric, Ruben Dias. Burada bir qapıcı daha gördük. Lovre Klinik, João Mario. João Mario. Beşiktaş'ta oynayan bir futbolcu João Mario. Ama qapısını ayırıram. Birazdan qapıçılara özel bir video çəkəcəm. Müddətlərdə də yazılmasam onu. João Mario, Cancelo, Timo Werner, Jonas Hector, Boateng, Lukaku, Vertonghen, Belotti, Romagnoli, Donnarumma.